Salamlayıram hər birinizi. Musiqi nəzəriyyəsi fənnini mənimlə birlikdə öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Əleyhsə gəlin keçək yeni dərsə. Dərsimiz olacaq qamma və qammanın pillələrinin adı. Major və minor qammalarına keçməyəcəm bugün. Qamma nədir? Onu keçəcəm bugün. Deməli, keçən dərsimizdə biz qamma haqqında kiçik bir məlumat vermişdik ki, qammanın pillələri mövcuddur. Həm ladı, həm də tənalığı keçəndə qamma anlayışından istifadə etdik. Dedi ki, ladı keçəndə pillələr var idi. Sabit və qeyri-sabit pillələr. Demişdim ki, qammanı keçəndə bu pillələrin adı olacaq artıq. Pillələr bölünəcək sabit və qeyri-sabitə. Bugünkü dərsimiz qammadır. Qamma nədir? Qamma səslərin oktavada tonikadan başlayaraq yuxarı və aşağı hərəkət edərək pillə-pillə düzülüşüdür. Tonika, elə bil ki, oktavadakı tonikaya qədər ardıcıl düzülüşü qammadır. Burada yazılıb ki, ladın səslərinin yüksəkliyinə görə yuxarı və aşağı istiqamətdə tonikadan digər oktavadakı tonikaya qədər ardıcıl düzülüşünə qammadır. Yəni ki, bir tonikadan digər oktavadakı tonikaya qədər də ardıcıl düzülüşünə. İstənilən səsdən qamma qurmaq olur. Qammanın səsləri pillələrdir. Baxın, do, re, mi, fa, sol, la, si. Birinci oktavada çaldım. Bu nədir ki? Baxın, 1, 2, 3, 4, 5, 6, 7. Bu 7 pillərin 7 adı var. 1. Tonika. 2. Alt aparıcı ton. 3. Medianta. 4. Subdomedianta. 5. Domedianta. 6. Submedianta. 7 isə üst aparıcı ton. Deməli, 2 və 7-ci pillələr aparıcı tonlardır. Niyə aparıcı tonlardır? Bunlar tonikanı əhatə edir. 1, 3, 5-ci pillələr sabit, 2, 4, 6, 7-ci pillələr qeyri-sabitdir. Hər bir qeyri-sabit səs sabit səsə həll olunur. Məsələn, qeyri-sabit səslər hansı demişdik? Buradan baxın, notları çıxardıram mən indi burada. Bir dəqiqə. Necə oldu ki? Baxın. 1, 2, 3, 4, 5, 6, 7 də. Tonika, alt aparıcı ton, medianta, subdomedianta, domedianta, submedianta, üst aparıcı ton. Do, re, mi, fa, sol, la, si'dəki üstündə yazılıb. İndi 1, 3, 5-ci pillələr sabitdir. 1, 3, 5-ci pillələr. Yəni ki, do, mi, sol. Bunlar sabitlərdir. Qeyri-sabitlər isə 2, 4, bir də ki, 6, bir də 7. Bunlar isə qeyri-sabitdir. Hər bir qeyri-sabitsə sabit səsə həll olur. Re, do'ya. Fa, mi'yə. Fa, mi'yə, sonra la həll olunacaq sola. Si'dəki do'ya həll olunacaq. Aha, ifa zamanı necə olacaq? Do major qammasında baxaq. Do, re, mi, fa, sol, la, si, do. Do, si, la, sol, fa, mi, re, do. Tərsinə çevriləcək. Do, re, mi, fa, sol, la, si, do. Burada do var bir dənə. Baxın elə. Bir oktavadır, bir oktava, do. Sonra qaydanda do, si, la, sol, fa, mi, re, do. Hər iki qaydamanı da yəni qaydamanı da həll edəcəyik. Həll olunanda necə olacaq? Bu normal ifa zamanı idi. Do major qammasında. Həll olunanda re, do, fa, mi, la, si, sol, si, do. Baxın belə. Re, do, fa, mi, la, si, yox, la, sol, si, do. Belə. Qammalar iki yerə bölünür. Major qamması və minor qamması. Major qamması şən qammadır, nisbətən oynaq şən qammadır. Minor qamması isə qəmgin qammadır. Gələn dərslərimizdə major və minor qammalar haqqında məlumat alacağıq. Bugünkü dərsimizi və videomuzu bəyəndinizsə, kanalımıza abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun, hələlik gələn dərslərə qədər.